Novruz bayramı ilə əlaqədar olaraq Gəncə şəhərində yerləşən Dünya Məktəbində Paxlava festivalı keçirilirdi. Göygöl rayonunu təmsil etmək üçün Balçılı bir saylı, yəni bizim məktəbi seçmişdilər. Müəllim kollektivi olaraq biz də bu tədbirə xüsusi maraqla, həvəslə hazırlaşdıq. Bayrağımızın rənglərini əks etdirən paxlavamızla süfrəmizi bəzədik və festivalda ən fərqlənən olduq. Paxlavamızın hər dilimində zəhmətimiz, sevgimiz və vətənə bağlılığımız var idi. Tədbir boyunca milli mətbəximizin ən dadlı təamları nümayiş olundu. Qaynayan dovğanın qoxusu, dəmlənən plovun ətri, ocağın üstündə sacda bişən kətənin istiliyi hər kəsi özünə cəlb edirdi. Kəndirbazların həyəcanlı çıxışı, maraqlı rəqslər, rəngarəng konsert proqramı və səmimi mühit bu günü daha da yadda qalan idi. Hər kəsin üzündə sevinc, ürəyində bayram havası vardı.